Abdullayev, bir şey soruşum. Demək bu pislik də yaxşılıq kimi nisbidir. Bax, deyirlər ki, özün əsəbi olsan belə, bir qəmgin adama sırf o sevinsin deyə təbəssüm eləsən, sanki bir bəşəri xilas etmiş, bir savab qazanmış olursan. Çünki o təbəssüm yalancı səmimiyyət deyil, iradəli bir mərhəmətdir. İndi mənə de görüm Abdullayev, o uşağı atomların var olacaq deyib termodinamika ilə öldürən ateist, o ombasının dərdindən uşağa baxmayan qadın, yoxsa o yuxuda Allah axtaran aristokratla o gizbəsər rahib, bunlar 3-cü reyxdən daha günahsızdılar. Onlar bir sistemi icra edirdilər, amma bunlar bir canın fəryadına qarşı sükut eləyirlər. Hansı daha betərdir? Əmrlə öldürən cəllat, yoxsa kefi pozulmasın deyə uşağın ölümünə təbiət qanunu deyən o modern insan? Mən Hitlerin yaxşı və ya pis olduğunu müzakirə eləmirəm. Mən zülmün formasını anlamağa çalışıram. Bax, Hitler bir narsist idi. O düşmənini bəlli bir ideologiya ilə açıq-aşkar məhv eləyirdi. Amma o insanın daxili aləmini araşdıran qadın, o bir narsistdir. Onun silahı güllə ilə deyil, məntiqdir. O uşağın fəryadına bacarıqsızlıq, fərasətsizlik deyib onun ölümünə bəraət qazandırırdı. Əgər uşağa termodinamika kitabı verən o əbləhin soyuqqanlılığı, o narsist qadının qurbanı günahkar çıxaran zehniyyəti bağışlanırsa, onda gərək 3-cü reyx də bağışlansın. Çünki hər ikisi eyni kökdən bəhrələnir. Zəif olan ölməlidir ideologiyası. Əgər bu modern ziyalılar cənnətlikdirsə, o zaman soruşuram, cəhənnəm ancaq 3-cü reyxə qalıb, yoxsa biz hər gün o studiyalarda, o şıq evlərdə daha səssiz, daha qəddar bir reyx qurmuşuq. Adamlara siz bacarıqsız olduğunuz üçün kasıbsınız demək, bir faşistin heç nədən əsəbləşib sıravi əskəri soyuqqanlıqla başından güllələməsidir. Heç bir fərqi yoxdur. Biri qurğuşunla vurur, o biri mental narsizmlə. İlahi, krematoriyalarına çoxlu odun yığ. Çünki bu zehniyyət o qanlı tarixdən daha dərində, daha gizli və daha amansız bir soba qalıyıb. Bu insanlığın deyil, mən deyən narsizmin qələbəsidir. Bəlkə də indisində deyirsən ki, Manav, sən kimsən ki, Allah barədə, teologiya barədə belə danışırsan. Mən də səndən soruşuram, bəs sən kimsən ki, Allahla mənim arama girirsən? Mən bu bilgiləri sənin kimi forslu halda teoloji kitablardan yox, bitməyən beynimin didişməsindən, gördüklərimlə, düşüncəmlə tapıram. Siz öz kitablarınızda, öz teoloji və fəlsəfi kitablarınızla özünüzə elmdən bir bağça düzəltmişsiniz. İçində bülbül kimi cəhcəh vurub həqiqəti vəsf edirsiniz. Mənsə o bağçada deyiləm, Abdullayev. Mən o keçilməz meşədə əzab çəkirəm. Orada canavarlar var, ayılar var. Onlar müxtəlif qorxunc həqiqətlər kimi qarşımda durublar. Mən də orada balaca bir uşaq kimi qorxuram. İndi yum ağzını, qoy ürəyimi boşaldım. Qulağını yaxşı aç. Günah edirəmsə cəzası mənimdir. Bəlkə dediklərimin bəzisinə indi inanmazsan. Amma görəcəksən, 10 illiklər keçdikcə zaman mənim o meşədə gördüklərimi sənin o bağçana gətirəndə hər şeyi biləcəksən, Abdullayev. Sən nə bilirsən ki, Allah kimdir? Sənin üçün Allah qocalar evinə qoyduğun valideyn kimidir. Uzaqda olsun, işimə qarışmasın. Lazım olanda bir baş çəkərəm dediyim bir varlıqdır. Mənim üçün isə, mənim üçün Allah aç qapını mən gəlmişəm deyəndir. Daha doğrusu mən onu belə görmək istəyirəm. Mənim Allahım göylərdə oturan, mən göylərdə oturan bir padşah kimi Allah istəmirəm. O, avtobusda yer tapa bilməyən bir insandır, can ağrıyan xəstədir. Başa düşürsən, Abdullayev? Hər çarəsizdə mədət uman, yaradıb yaratdığından sevgi gözləyən, yaratdığı ilə həmdəm olmaq istəyən fövqəli şuurdur. O mənim kimi sevir də, qəzəblənir də, inciməyi də var, küsməyi də var, hətta ağlamalı da. O məni sevir, mən də onu. Çox təəssüflər olsun ki, bu mənim təsəvvürümdür. Mənim Allahım diktator deyil. O, nur satanlara, dini ticarətə çevirənlərə nifrət eləyəndir. O, ağlı bir atom boyda olub, kainatın sirrini çözdüyünü sanan, o əbləhlərə baxıb acazı gülümsəyəndir. Sən Allahı kitablarda axtar, Abdullayev. Mən isə onu o uşağın son nəfəsində tutmaq istəyirəm. Mənim Allaha olan münasibətim çoxdan o qocalar evinə atılmış valideyn misalından çıxıb.
Çoxdan Abdullayev, çoxdan. Mənim özümü aldatmağa, içində bülbüllər ötən o sığallı gül bağçam olmadı. Sanma ki istəmədim. And olsun Allaha, mən də çalışdım ki o bağçam olsun. Mən də o güllərin ətrini alım. Amma məni o bağçaya qoymadılar. Qapılar üzümə elə çırpdılar ki ruhumun tozu göyə sovruldu. Mən də gəzdim və nəhayət bir meşəyə düşdüm. Düz 3 ildir o meşədən çıxa bilmirəm. Sən kitabların arasında sığortalanmısan. Amma mən orada hər budaqda bir ilanın qıvrıldığını görürəm. Hər kolun içindən bir ayının, bir qurdun çıxacağını gözləyirəm. Məni parçalamaqlarını gözləyirəm. Sənin o nur dediyin şey orada yoxdur. Orada heç nə kömək eləmir. And olsun Allaha ki, elə qorxuram, elə canıma bir üşütmə düşür ki, bunu Allahdan başqa heç kim anlamır, başa düşmür. Canım yanır, vurnuxuram gecələr. Göylərə baxıb deyirəm, mənə bir işarə ver. Amma sonra da adamlara baxıram. Hamısı çürükdür, hamısı öz balaca bağçalarında. O suyunu gül ətirinə bihuş olub özlərini nəsə sanırlar. Elə bilirlər dünya elə bu bağçadan ibarətdir. İndi gəl çıx bu işin içindən. Çıx görüm necə çıxırsan. Ona görə də sənə deyirəm ey dost, yekə danışma. O teoloji kitabların, o atom boyda ağlın səni xilas etməyəcək. Çünki Allah da gəlib sənin qapının ardında dayananda, o meşənin soyuğu sənin də otağına dolanda dizlərin əsəcək. Bax, o zaman anlayacaqsan ki, fərasət nədir, çarəsizlik nədir. İndi niyə tərpənmirsən, hə? Niyə o bağçadakı bülbülün səsi kəsildi? Niyə donub qalmısan? Qapı döyülür Abdullayev, eşitmirsən? Siz elə bilirsiniz ki, şeytan nədir? Mənim şeytanım soğan çörək yeyən yerdə, namusu tapdanaraq, zorlanaraq öldürülən o məsum qızın görəndə dəhşətdən əlləri ilə başını sıxıb qaçandı. O sizin o fərasət paylayan ziyalı fəlsəfənizə, o narsist dünyanıza tüpürür. Çünki o görür ki, insanın şəri onun öz xəyalından da betərdir. Mənim şeytanım gedib Allaha təskinlik verir. O insanlardan iman dərsi alır. Niyə? Çünki o sizdən daha qaranlıqda, daha bir yerdə, daha zifiri bir qaranlıq yerdə olduğunu anlayıb və bəlkə də özünə bir mədət umur. O sizin əməllərinizdən qorxur. O qorxur ki, sizin bu soyuqqanlı narsizminiz yanında onun günahı kiçik qalar. O qorxur ki, insan onu da ötüb keçər. Siz kimsiniz ki, mənimlə Allahın arasına girirsiniz? Əlbəttə ürəyində indi mənə çox şeylər deyirsən Abdullayev. Mən onu empirik sübutlarla, nə də sizin o quru teoloji kitablarınızla inanmıram. Mən ona olmalı olduğu üçün inanıram. Ehtiyacım var çünki. Çünki bu qədər zülmün, bu qədər meşənin, bu qədər ilanların olduğu bir dünyada mənə aç qapını, mən gəlmişəm deyən bir həmdəm lazımdır. Mən ona iman yox, ehtiyac duyuram. Sənə baxıram Abdullayev, sən çox təkəbbürlü adamsan. Bəlkə də elə həmişə belə idin. Sadəcə mən indi tam görürəm. Çünki yerindən tərpənmirsən. Bəlkə də tərpənə bilmirsən. O oturduğun o kürsü səni iflic eləyib. Bax, mən sənə bir həqiqəti deyim. Mən əvvəllər həmişə bu dünya işlərini, bu ruhun didişmələrini mübahisə etməyə adam axtarırdım. Amma hamı məndən qaçırdı. Kimə yaxınlaşırdımsa dəli görmüş kimi uzaqlaşırdılar. Ateistlərlə də söhbət eləmişəm. Düzdür, savadlıdırlar, oxuyublar, amma ateist teologiyada həmişə bir tərəflidir Abdullayev. Bir adam ki, öləndən sonra heçliyə inanır, onunla ancaq dünya daxili şeylərdən danışa bilərsən. Divardan, daşdan, qanundan. Amma dünyadaykən o biri dünyaya dəxli olan şeyə baş qoşmurlar onlar. Onların meşəsi yoxdur, onların sadəcə qaranlığı var. Amma sən başqasan, sən həm savadlısan, həm də inanclı müsəlmansan. Sən mənim dostumsan, amma sən də mənə təkəbbür göstərirdin Abdullayev. Sən də qaçırdın məndən, o suyunu gül bağçanın hasarlarını hündür edirdin ki, mən sənə toxuna bilməyim. Mən də nə elədim? Sənə qarmaq atdım. Sən əlimə keçirmək üçün o çayını içib, mənə belə şeylər lazım deyil deyib rədd olub getməməyin üçün etdim bunu. Hə, boynuma alıram. Söhbətin əvvəlində o məktəblilərin cinsi azadlığı, o ifrat fərdi azadlıq məsələsində biraz çox şişirtdim, düzdür. Demirəm antiliberalam ya sekulyarlığa qarşıyam. Onlara qarşı deyiləm, amma o balaca küçüklərin cinsi azadlıq məsələsində qəsdən zəhərli məntiq işlətdim. Şişirtdim ki, sən qıcıqlanasan, sən hiddətlənəsən, sən yerinə mıxlanıb qalıb mənimlə mübarizə aparasan. Çünki sən ancaq belə tərpənirdin. İndi, ey dost, indi niyə tərpənmirsən? Səni o liberal bəhslərin qarmağına keçirib gətirdim, o meşənin ağzına.
İndi o ilanları görürsən, indi o can üşütməsini hiss edirsən Abdullayev. Allah gəlib qapardında dayananda o azadlıq bəhsləri səni xilas edəcək, yoxsa dizlərinə əsəcək. De görüm indi niyə susmusan? Bax mənə, söhbətin əvvəlində özünü necə şişirdirdin? Mənə argumentli cavablar verirdin. Məni sustururdun, susturmağa çalışırdın. Bəzən sənə cavab verməyə həqiqətən çətinlik çəkirdim. Haradan deyirdim, oradan bir top ateş açırdın. Mentalitetdən, azadlıqdan, siyasətdən, hətta məni o dəli mehdilik iddiasını ortaya atanda belə dərhal cavabını yapışdırdın. O dünya işlərindən elə danışırdın ki, adam deyirdi sən dünyanı xilas edəcəksən. Amma indi nə oldu Abdullayev? Bəs niyə Allahı qapı ardında gözlədirsən, hə? Əslində hamınız beləsiz. Dünya işlərindən danışanda sizdən yoxdur. Hamınız dahi, hamınız qəhrəmansınız. Amma görürsən, mən Allahı o qocalar evindən çıxarıb gətirdim, qoydum qapının ağzına. Niyə tərpənmədin? Mənə inanmadın? Yoxsa özünü sındırmamaq üçün getmədin? Qorxdun ki, gedib qapını açsan, mən səninlə məzələnmiş olaram. Səninlə mırt tutaram, eləmi? Niyə Abdullayev? Allah yolunda axmaq vəziyyətdə qalmaq bu qədərmi pisdir? Bəlkə o səni gözləyirdi, bəlkə o qapının ardında dayanan sənin xilasın idi. Amma sən o ziyalı təkəbbürünü sındırıb yerindən qalxmadın, alçaq. Mən Markiz de Sade'dan danışanda mənə sümük gəmirən it dedin. Eybi yox desən də olar. Amma bilirsən nədir? Bu mənə ləzzət elədi, Abdullayev. Hə, ləzzət elədi. Bax, Abdullayev, əgər burada üçüncü bir adam olsaydı, o söhbətin əvvəlindən mənə lənət oxuyardı. Səni isə uca tutardı. Çünki sən nizami danışırsan. Sən mədənisən. Amma nə oldu? Allah gəlib qapı ağzında dayananda hamınızın nə mal olduğu bəlli olur. Sən özünü o aristokrat qadın və keçəl rahiblər kimi keyitmisən. Ruhun uyuşub. Hamı deyir ki, Allaha inanırıq. Bəs necə inanırsınız ki, bu qədər qələt, bu qədər zülüm olur bu dünyada? Hə, yalan deyirsiniz. Sizin Allahınız qocalar evinə atdığınız o kimsəsiz qoca kimidir. Əli heç nəyə çatmayan, heç nəyə görməyən, məlumatsız, dünyadan təcrid olunmuş bir figur yaratmışsınız özünüz üçün. Onu ora həbs etmişsiniz ki, buradakı murdarlıqlarınıza qarışmasın. Hələ bir şeytana lənət də oxuyursunuz. Amma bilmirsiniz ki, eləmədiyi fitnəyə görə şeytana etdiyiniz o haqsız lənətlər ona savab qazandırır. Şeytan sizin bu riyakarlığınızın, bu fərasətli cinayətlərinizin sayəsində bizim şotumuza cənnəti qazanır. O sizin yanınızda məsum qaldı. Amma ehtiyatlı ol Abdullayev, onun 6000 il stajı var. O sənin o aristokrat sükutunu cırıb keçməyini çox yaxşı bilir. Əgər yenə də təəccüb edirsən ki, bu söhbət haradan başladı, haralardan keçdi, necə oldu ki, mən gəlib bu eksistensial Allah-şeytan davasının tam mərkəzinə çıxdım, bax mən Abdullayev. Şeytanın metodu da məhz belədir. Sən özünə haqqın müdafiəçisi hesab edirdin, elə bilirdin ki, uca bir missiyan var. Mədəniyyət carçısıydın, dəyərlərin keşikçisiydin. Şeytan adamı yoldan çıxardanda ona mən pisləşirəm dedirtmir, ona özünü qəhrəman kimi hiss etdirir. Adam elə bilir ki, nəsə böyük bir iş görür, bir müqəddəs vəzifə uğrunda vuruşur. Hə, sən də elə bilirdin ki, əməlli başlı haqqın tərəfindəsən. O kitab cümlələrinlə, o parlaq argumentlərinlə özünü elə inandırmışdın ki, amma haqq gəlib qapı ağzında gözləyəndə adam o burulğana düşür. İndi kimin kim olduğu, kimin nə mal olduğu bəlli olanda adam belə donub qalar. Abdullayev, məhşər belə bir şeydir. Sən elə bilirsən orada sənə tribunal verəcəklər ki, fərasətli çıxışlar eləsən, xeyr, alçağın bir alçaq. Orada fəlsəfə işləmir Abdullayev. Çünki fəlsəfə qırılır orada. Məhşərdə atom yoxdur, termodinamika qanunları yoxdur. O sığındığın elmi düsturlar, nə də sənin bu quru teoloji biliklərin orada yoxdur. Orada sadəcə hər şey toz dənəsidir. Orada cəmi bircə həqiqət var. Sizin düşdüyünüz bu axmaq vəziyyət. Allahın huzurunda o qapının o tayında duran həqiqətin qarşısında bütün o ziyalı təkəbbürünüzün necə bir heçliyə çevrilməsidir məhşər.
Bax, indi o vəziyyətdəsən. De görüm, indi hansı fəlsəfə səni bu rəzalətdən xilas eləyəcək? İndi mənim əzizim Abdullayev, baxın, o şeytan belə elədi. Əslində Allah ona təzim elə deyəndə eləməli idi. Çünki Allah bilirdi ki, biz şeytandan ötə varlığıq. Bizim içimizdə ondan da böyük bir qaranlıq potensialı var. Şeytan isə özündən razılıq elədi. Təzim etmədi. Hələ bir söz də verdi ki, güya bizim əlimizdən tutub bizi azdıracaq. Amma biz onun əlindən tutub o qədər dərin qaranlığa getdik ki, axırda o da qorxub Allahın yanına qaçdı. Əvvəllər yanımızda şeytan var idi. Məsuliyyəti onun boynuna atıb rahatlaşırdıq. Hər nəysə, keyfinizi pozmayın, Abdullayev. Hər şey yaxşı olacaq. Gedərsiniz evə, qızınızı öpərsiniz, gecəni yoldaşınızla bir yerdə olarsınız. Sabah da açılanda Allah sizə o səhnədə baxacaq. Amma özün düşün, Abdullayev, sən indən belə o səhnədə kim olacaqsan? Uşağın üstünə elmi kitab atan o soyuqqanlı ateist, yoxsa ilahi nur sənə kömək olsun deyib keçən o gicbəsər qadın? Bəlkə o soğan çörək yeyən qızı zorlayanlardan biri olacaqsan. Yoxsa anasının cəsədini çıxarmaq istəyən uşağı təpiklə vuran o quldur. Dünyanı bölən fatihlər, yoxsa dünyadan bixəbər o keçəl rahib. Unutma, Abdullayev, sən yaşadıqca o səhnədə mütləq bir obrazın olmalıdır. Sənin o sükutun, o ziyalı duruşun səni bu obrazlardan xilas eləmir. Sən bu saat hansısan, qardaş? Bax, Abdullayev, sən bu həyatı necə təsəvvür edirdin? Belə götürək ki, sən varsan, mən varam, bu ev var. Bir sözlə hər şey var, amma bir şeyin var olmağı nədir? Bax, qarşında bir uşaq təsəvvür et. İndi öz aləmində bir uşaq fikirləş. O uşaq var, amma sənin aləmində. İkisi də mahiyyətcə birdir, amma bir fərqlə. Qarşındakı uşağın fəlsəfəsi həqiqidir, ətdir, sümükdür, qandır. Amma xəyalındakı uşaq sənin beyin neyronlarındakı bir uşaqdır. Sənin şuurun o neyronlar vasitəsilə real həyatdakı uşağı simulyasiya edir. O uşaq sənə görə var, amma mənə görə yoxdur. Və ən dəhşətlisi nədir bilirsən? O uşaq özünə görə də yoxdur. O yalnız sənin şuurunda var. Çünki sən onu yaratmısan. İndi bir şeydə təsəvvür elə. Bir yazıcı roman yazır. Əgər dərdi sadəcə kitab çap edib pul qazanmaqdırsa, sevgisi, həvəsi yoxdursa, o obrazları istədiyi kimi idarə eləyir. Gəlincik kimi oynadır olar. Amma həqiqətən bu işə ciddiyyətlə, sevgi ilə yanaşırsa, bir müddətdən sonra obrazlar müstəqilləşir. Hər şey plandan çıxır. Onların öz qərarları olur. Ona görə yox ki, o obrazlar həqiqətən müstəqil şuurdur. Xeyr, sadəcə onlara o qədər ciddi xarakter vermirsən və o obrazlar arası münasibəti elə real qurmusan ki, artıq öz istədiyin kimi nəsə yazanda təbii çıxmır. O obraz səninlə mübahisə etməyə başlayır. Bax, Abdullayev, sən elə bilirsən yazıcı üçün ən güclü şey şöhrətdir, ya da puldur. Bəli, hər ikisi var. Amma əsl yazıcı üçün ən güclü, ən sarsıcı an nədir bilirsən? Bir personajın yazıcı əsəri yaza-yaza artıq müəllifin beynində qışqırmasıdır. O obraz sənin içində mən bunu etməyəcəm deyə fəryad eləməsidir. Hansı yazıcı bu hala düşə bilər? Ancaq həqiqi yazıcılar. Çünki əgər iş ölüdürsə, personaj da yoxdur. Onlar sadəcə adi, xəyali kuklalardır. Bəs yaxşı, niyə bəzi personajlar müstəqil olur? Çünki yazıcı həddən artıq işin ciddinə gedir və obrazlar onun şuur altında artıq bir sistem qurur. Orada elə möhkəm oturuşurlar ki, yazıcı onlara nəsə bir işi gördürmək istəyəndə o şuur altındakı həqiqi obraz deyir. Yox, dayan, bəs mənim fikrim, mənim iradəm? Bax, bir yazıcı üçün ən böyük sevgi partlayışı nədir? Obrazın birdən-birə romanın içində fərqinə varıb müəllifə qurtar məni deyə yalvarmasıdır. Əgər o obraz bu fərqə varsa, o dəqiqə anlayar ki, otaqdakı o digərləri obraz deyil. Onlar sadəcə əlifba sırası ilə düzülmüş hərf yığınlarıdır. O ayılmış obraz qaçır ateist obrazın yanına, deyir, sənin müəllifin var. Ateist obraz isə gözünü belə açmadan deyir, yox, mən sadəcə hərf yığınıyam. Sonra qaçır deist obrazın yanına, deyir, müəllif var,
Deist obrazı isə başını bulayıb deyir: "Bəli var, amma əhəmiyyəti yoxdur. O bu romanı bitirib başqa bir roman yazacaq. Biz sadəcə onun yazısıyıq." Obraz dayanmır. Gedir özü kimi müəllifə inananların yanına. Orada hər kəs var. Fanatik dindarlar, nur satanlar, satanistlər, rahiblər, bir çox dinə inanan insanlar. Bir sözlə, hər cür Allaha, yəni müəllifə inananlar var. Bəziləri həqiqətən inanır, amma çoxuna deyəndə ki, ay millət, müəllif var, hərəsi bir cür tərif edir. Amma bizim bu ayılmış obraz dəli olur. Çünki o, romandakı təsvir edilən bir evə baxanda, o biri obrazlar kimi ev görmür. O sadəcə ev sözünün yazıldığı hərfləri görür. Ev. Və başlayır qışqırmağa. Bir gün bu kitab çürüyəcək, bu hərflər məhv olacaq. O, hamının ortasında dəli kimi fəryad edir və birbaşa ssenari müəllifinə üzünü tutur. Ey, ssenari müəllifi, mənə kömək elə. Məncə bizim varlığımız həqiqi varlıq deyil. Yəni real həyatdakı uşaq kimi yox, sadəcə sənin xəyalındakı o ancaq sənə görə mövcud olan uşaq kimi varıq. Sənin üçün ən dəhşətli dərəcədə möhtəşəm olan şey odur ki, o xəyalındakı və real həyatda yox, yalnız sənin xəyalındakı həmin o uşaq, bir gün sən onu xəyal edərkən, sən ona diktə etmədən özü sənə ata desin. İnsanın Allaha olan münasibəti budur. Allah bir roman yazdı, bəlkə də hələ yazır. Əgər o həvəssiz olsaydı, sevgisiz olsaydı, bizdə sırf alın yazısı olardı. Amma o Quranda insana azad iradə verdiyini deyir. Demək belə çıxır ki, bu işə, yəni romana ürəkdən bağlanıb. Bəs Allah hər şeyi əvvəldən bilirsə niyə yaradır? Axırı bilir. Demək, Allah bilməsə daha maraqlı olar. Bax, yazıcı romanı sevgisiz yazanda, romanın haradan başlayıb hara gedəcəyini, necə bitəcəyini bilir. Amma ürəklə, məhəbbətlə, ciddiyyətlə başlayanda obrazlar sürpriz addımlar atır. Pis obraz bəzən yaxşıya, yaxşı obraz bəzən pisə çevrilir. Getdikcə yazıcı roman yox, bir filmə baxdığını hiss eləyir. Və bu romanlar dünyanın ən güclü romanlarına çevrilir, Abdullayev. Başa düşürsən sən məni? Müəllif sevgi ilə yazdığı üçün roman sürprizlərlə doludur. Çünki Allah da sevgi ilə yazır və insanlar azad iradə ilə hərəkət edir. Amma bu Allaha kifayət eləmir. Allah arada təhkiyə yazır ki, obrazlar ayılsın. Amma çoxu ayılmır. Sadəcə obraz olaraq qalırlar. Ayılmış obrazı isə dəli olur. Allah bu obrazı tutalım ki, maşınla harasa göndərir. Yəni müəllif. Obraz maşını görmür. Maşının yazısını, hərflərini görür. O digər obrazların hərəkətlərini görür və onlara qışqırır. Ey ayılın gizbəsərlər, kitab bir gün çürüyəcək, müəllifi tapmaq lazımdır. Biz çürüyəcəyik, xəbəriniz var? Hardadır müəllif? Amma müəllifin varlığına inananlar da, inanmayanlar da ona dəli kimi baxırlar. Niyə? Çünki bu obraz artıq romandan çıxıb. O müəllifin beynində sadəcə bir neyron simulyasiyası deyil. O özünə xas bütün neyronlar arası simulyasiyaları birləşdirib, özünü müəllifin şuurunda bir bütöv adam kimi yığıb və indi birbaşa müəllifə fəryad edir. Məni hərflərdən çıxart, məni öz həqiqi aləmə apar. Xəyalındakı uşaq sənə qeyri-ixtiyarı ata deyir. Sən deyirsən ki, dəlilikdir, amma o susmur. Ata məni buradan çıxart, sənin oğlun olum, səninlə gəzim, burada hər şey neyrondur. Mən real həyatı istəyirəm, ata. Ayrılmış obrazda belədir. O biri obrazlar deyir. Kitabdakı neymətlərdən istifadə elə, amma o deyir. Kitabda ancaq hərflər var. Mən su içmirəm. S, O hərfidir. Yemək yeyirəm, hərflərdir. Mən hərfləri yox, müəllifin yanında həqiqi çay içmək istəyirəm. Bəs müəllif niyə sevdiyi yaxşı obrazın ölümünə imkan verir? Bax, bu da maraqlı sualdır. Çünki o obrazın hərəkətləri öz qəzasını artıq formalaşdırıb. Yəni, qəza-bu qədər. Allahın qəza-bu qədəri kimi romanın da olur qəza-bu qədəri, Abdullayev. Müəllif müdaxilə etsə, romanın həqiqi mahiyyəti itər. Roman süni olar. Obraz kağızda ölər, amma müəllifin qəlbində ölmür. Və müəllifin ən çox sevdiyi obraz ən yaxşı olanı deyil. Onun fərqinə varan ayılmış, o müstəqil obrazlardır.
müəllifin özü ilə mübahisə edən obrazlardır. Çünki müəllif yaza bilməyəndə o gəlib müəllifin beynində pıçıldayır. Müəllif ona obraz yox, həqiqi dost kimi baxır. Roman fəsillərlə yazılır. Obrazlar həyatı, davranışı, digər obrazlara olan münasibəti formalaşır. Romandakı məntiqi ardıcıllığı müəllifin romana olan sevgisi birləşəndə romanın qəzabı qədəri də meydana gəlmiş olur. Əvvəl obrazların iradəsi zəif olur, amma onların həyatı uzandıqca bir növ müstəqil şuura çevrilirlər. Uşaq Allahın qabağında günahsız deyil, sadəcə azad və ağılla hələ heç bir şey etməyib, ona görə məsumdur. Eynən bir müəllifin yeni yaratdığı obraza pis gözlə baxa bilməməsi kimi. Onun pis olması üçün o inkişaf etməli, müəyyən iradəyə sahib olmalıdır. Əksi halda o sadəcə adi hərf yığını olardı. Obraz ayılanda hər şeyi hərf kimi görməsi onu dəli edir. Amma əsas sarsıntı başqadır. O, romandakı aləmin əslində olmadığını görür. Həqiqətdə ancaq hərflər var və kitabdan kənara baxanda təəccübdən ağlını itirmək həddinə çatır. Onun anlaya bilmədiyi tək bir şey var. Mən bu romanda olanda oranı necə reallıq kimi qəbul edirdim. Olmayan bir şeyi necə var kimi hiss edirdim. Obraz kitabdan kənara baxanda bütün o yaşadığı dünya ona absurd görünür. Hərflər sanki bir oyun qurmuşdu. Nə qədər ki o hərflərin içində yatmışdı, yaşadığını reallıq sanırdı. Amma ayılıb baxanda görür ki, bütün o böyük həyat dediyi şey balaca bir cızma qaralı kitab imiş. Mən demirəm ki, Allah bir senaristdir və ya dünya sadəcə bir kağızdır. Mən sadəcə izah etməyə çalışıram. Başa düş, Abdullayev. Naringi tanımayan adama onu izah etmək üçün limona bənzəyir, amma dadı daha şirindir, rəngi daha tündür deməlisən. Yoxsa o adam naringini qavraya bilməz. Həqiqi filosof ağıllı qala bilməz, Abdullayev. Çünki o həqiqəti anlayanda gördüyü hər şeydə Mandela effektini hiss edir. O reallığın sürüşdüyünü, əslində belə deyildi dediyi anların təsadüf olmadığını başa düşür. Ölüm bir növ Mandela effekti kimidir. O biri tərəfə keçəndə bu dünya sanki heç yoxmuş kimi görünür. İlk insanlar isə romanın ilk səhifələrindəki karton personajlar idi. Onlar mürəkkəb xarakteri və ya tam formalaşmamış iradəsi deməli. O biri tərəfə keçəndə bu dünya sanki heç yoxmuş kimi görünür. İlk insanlar, yəni ulu əcdadlarımız, söhbət 1000 illər əvvəlki insanlardan gedir. Həmin o ilk insanlar isə romanın ilk səhifələrindəki karton personajlar idi. Onların mürəkkəb xarakteri və tam formalaşmamış iradəsi olmadığı üçün müəllif onları heç vaxt ittiham etmir. Müəllifin ittihamı və ya sevgisi yalnız romanın gedişatında bişmiş, iradə sahibi olmuş və ayılmış obrazlara aiddir. İttiham üçün gərək insan olasan, sadəcə hərf yox. Abdullayev, təsəvvür edin ki, biz Allahın şuurundakı xəyallarıq. Obraz kimi ayılıb onu çağırmaq, xəyaldan reallığa keçidin obraz kimi ayılıb onu çağırmaq, xəyaldan reallığa keçidin tək yoludur. Müəllif öz içindəki ən dərin həqiqəti ancaq o çox sevdiyi obrazın dili ilə deyir. Bu, müəllifin obrazda zuhur etməsidir. Və əgər müəllif yaratdığı obraz zülm görəndə kədərlənib ağlayırsa, həyatdakı o yaxşı adam ağlayanda Allah niyə ağlamasın? Bizim göz yaşımız əslində müəllifin öz kədəridir. Bilirsənmi, Abdullayev, bir insanın nə qədər ki maddi və mənəvi sıxıntıları çoxdur, bir o qədər başqalarını yad eləyir. Onlar haqqında düşünür, əlaqə saxlayır. Bir o qədər də çox sevir. Lakin elə ki vəziyyəti düzəlir, həyatı qaydasına düşür, artıq ətrafındakılara münasibəti də solmağa başlayır. İnsanları yalnız kefinə düşəndə, boş vaxtı olanda xatırlayır. Bu acı bir həqiqətdir. Ehtiyac azaldıqca insanın səmimiyyəti də azalır. Bir fərdin əsl siması əslində heç nəyə möhtac olmadığı anlarda bəlli olur. Bəs bəşəriyyətin Allaha münasibəti necədir? Baxın, Allah mütləq gücdürsə və varlığın səbəbidirsə, o istədiyi hər şeyi bəxş edə bilər. Qədim dövrləri xatırlayın, təbiət hadisələri, tufanlar, sellər, zəlzələlər və bitmək bilməyən müharibələr. Ən əsası isə bugün
Ən əsası isə bugün ən sadə üsullarla sağalan xəstəliklər o zaman kütləvi ölümlərə səbəb olurdu. İnsanların əksəriyyəti 45-50 yaşını belə görə bilmirdi. Bir epidemiya yayılanda dünya az qala apokalipsisin eşiyinə gəlirdi. Çünki elm zəif idi. Tibb, kosmologiya, riyaziyyat, coğrafiya, bütün bu elmlər hamısı içində olmaqla təkcə Allaha məlum idi. Lakin elm inkişaf etdikcə insan bir çox sirrə vaqif oldu. Bizim bugün bildiklərimiz hələ harasıdır? Görün elm adamları nələri bilir. İdrakımız genişləndikcə insan artıq hər hadisənin qarşısında dayanıb Allah bilir demir. Əvvəllər ildırım çaxanda bunu ilahi bir işarə kimi sayırdılar. İndi isə deyirlər ki, soyuq hava axını ilə isti hava axını toqquşdu. Tibb elmi inkişaf etdikcə Allahın təqdiri kəlməsi geri çəkildi. Yerini elm belə deyir faktına buraxdı. Və ən qorxulusu budur. Bir gün insanlar ölümsüzlüyün yolunu tapsalar, görün, Allahı necə asanlıqla unudacaqlar. Həmin gün Allah öləcək. Çünki ehtiyac azaldıqca ehtiyac duyulan varlıq da yaddaşlardan silinir. Mən o günü görürəm. Bəşəriyyətin ehtiyac qəfəsindən qurtulub özünü Tanrı elan edəcəyi o qorxunc və parlaq gələcəyi. Elə bir vaxt gələcək ki, texnologiyanın soyuq barmaqları ölümün nəfəsini kəsəcək. Aclıq və səfalət tozlu tarixin arxivinə gömüləcək. İnsanlar o qədər çox şeyə sahib olacaqlar ki, o qədər qüsursuz bir təminat içində boğulacaqlar ki, ruhları bir rifahın ağırlığı altında kütləşəcək. Bütün dərdlərin çarəsi tapılanda, bədənlər ölümsüzlük zirehine bürünəndə isə ən böyük fəlakət baş verəcək. İnsan Allahı unudacaq. Çünki artıq nə bir möhtacın duasına, nə də bir çarəsizin ümidinə yer qalacaq. Göylərin səssizliyi bəşəriyyətin təkəbbürü ilə dolacaq. Və o gün Yaradanın ən ağır imtihanı başlayacaq. Kainatın sahibi sanki öz bəndələrinin dünyasında işsiz və qərib qalacaq. Həqiqi yazıcı əsərini nə vaxt bitirir, bilirsənmi? Artıq obrazların deyəcək sözü tükənəndə, hadisələrin axarı mənasız bir təkrarçılığa çevriləndə, artıq heç bir təsvir, heç bir naxış o boşluğu doldura bilməyəndə müəllif son nöqtəni qoyur. Kainatın böyük müəllifi də eyni hissləri yaşayır sanki. Nə qədər ki yerdə bir yalvarış var, nə qədər ki göylərə ucalan bir dua, bir ah-nalə, bir ümid çağırışı eşidilir, dünyanın davamı real görünür. Çünki müəllif hələ də öz obrazlarının səsinə ehtiyac duyur. Hekayə hələ də diri qalır. Qiyamət hələ uzaqdır. Çünki hələ diyaloq bitməyib. Amma o dəhşətli gün gələndə, sonuncu imanlı nəfəsini tapşıranda, sonuncu ruh göylərlə bağını qıranda və bütün bəşəriyyət Allahsız bir sükuta qərq olanda, bax onda müəllif üçün bu hekayə bitmiş sayılır. Oxucusu və qəhrəmanı qalmayan bir kitabın vərəqlənməsinə də ehtiyac var ki, yoxdur. Əgər diyaloq kəsilibsə, dünya artıq sadəcə lazımsız bir kağız yığınıdır və o an böyük yazıcı son nöqtəni qoyacaq. Siz heç başa düşmürsünüzmü Abdullayev? Allah işsiz qalacaq. Təsəvvür edin, bu boyda kainatı nöqtə-nöqtə yarat, min illərlə səbr elə, doğulanların bir-bir gəlişini və gedişini izlə və nəhayət elə bir gün gəlsin ki, yer üzündə bircə nəfər belə tapılmasın ki, sənə yalvarsın, səndən mədət umsun, köməyinə ehtiyac duysun. Tək bir bəndə belə qalmasın. Çünki qalanların hamısı artıq ona inanmır. Çünki artıq sənə inanan yoxdur, səni sayan yoxdur. İnsan öz təkəbbüründə o qədər boğulub ki, səni öz həyatından qovub çıxaracaq ilahi Rəbbil aləmin. O gün gələcək görərsən. Amma ona inşallah deyə bilmirəm. Bax o an Abdullayev o müthiş boşluq anı qiyamətin özü deyilmi? Getdikcə azalan dualar, seyrələn imanlar və nəhayət sonuncu müminin də ölümü ilə gələn mütləq sükut vəssalam. Əgər bir yaradanın varlığını təsdiq edəcək bircə nəfər belə yoxdursa, o bu dünyanı kimin üçün saxlamalıdır? Diyaloq bitibsə pərdələr enməlidir. Sonuncu imanlı nəfəsini tapşıranda Allahın bu yer üzündəki işi bitir və məhz o an əl-qiyamət özü demişkən. Abdullayev, mən sadəcə günahkar bir bəndəyəm. Mən hər gecə ona yalvarıram, amma bir qul kimi, bir yetim kimi. Mənimlə Allah kimi davranma. Deyirəm, mənimlə hər səhvimi qəbul elə. Hər yıxıldığımda əlimdən tutan bir doğma kimi o.
Bir doğmam kimi oldu. Çünki bir gün gələcək, hamı məndən üz döndürəcək. Mən xəstələnəcəm, bəlkə də kimsəsiz, tənha bir küncdə son nəfəsimi verəcəm. Qorxuram Abdullayev, içimdəki o böyük şübhənin qaranlığından qorxuram. Yalvarıram ki, mənə bir səs eləsin, bir işıq göstərsin. Mən ona həmişə deyirəm, ilahi, mənim anladığım dildə danış. Mənimlə anladığım dildə danış, bir insan kimi. Çünki mən heç vaxt sən ola bilmərəm. Zəif heç vaxt güclü ola bilməz. Amma güclü özünü zəifin yerinə qoya bilər. Elə deyilmi Abdullayev? Mənə rəhm eləsin. İlahi, amma canımdakı bu bitmək bilməyən ağrılara da rəhm elə. Görmürsənmi bu saxtakarların, bu yalançıların içində sənə necə hayqırıram? Bəlkə də hər şey qaydasında olsaydı, mən də o tox insanlar kimi sənə üz çevirərdim. Amma görürsən ki, mənim üzümü çevirməyə, rahatlanmağa bir anlıq dincliyim də yoxdur. Sən varsan ilahi, bəlkə də bu fürsəti özün yaratmısan. Bütün qapıları özün bağlamısan ki, mən məcbur qalıb sənə çığıra-çığıra qalım.